Mən dostlardan biri yəqin mənə qulaq asar. O deməmişdim, o danışacağam. Yəni deyirəm yəqin qulaq asar, amma çıxıb bir dənə dostumuz vardı. O dost olduğumuz günlərdə biraz gördüm, indi belə deyək də ailə ilə bağlı ona izahlar verdim, hədis dedim, gələ evə gedəsən, evdə oturasan, ev əhlinə də vaxt ayırasan. Bu sözləri ona dedim, biraz çox get-gəl eləmirdi. Az evə gedərdi, az vaxt ayırardı. Bir müddət sonra bir zəngləşirdik, dostluğumuz da yarandı. Yaxşı da qardaşımdır mənim. Deməli, haçan yığıram evdədir. Haçan yığıram evdədir. 1, 2, 3 də dözdüm, söz demədim. Özü danışana deyir, sən demisən, budur. Mənə də boynuma yıxırlar da hər şeyi. Axırı dedim, ya sənə bir dənə söz deyim bir dəfə yığana. Dedim, hə, buyur eşidirəm səni. Dedim ki, bir nəfər çıxır damın üstünə, uşaq. Ana da görür, uşaq damın üstündədir. Deyib, görür, yıxılacaq da, qabaqdadır, damda, biraz qabaqdadır. Deyib, bala, get dala. Uşaq gedir. Deyib, bala, get dala. Bala, get dala. O qədər deyir, get dala, gedir o tərəfdən yıxılır. Dedim, başa düşdün yəqin ki, mən sənə dedim, get dala, get dala. Bu qədər yox, da bu qədər yıxılma da. Biraz güldük, zarafat elədik. Da bu qədər deyil, orta hədd. Biraz get, da o tərəfdən gəlib yıxılma da. Gərək insan həyatda o orta həddi qoruya bilər. Hər sahədə. Loğmanın övladına sözü deyir, vaqsid fi məşşikə. Çalış orta həddi tut. Ayədir bu Loğman surəsində, orta həddi tut. Yaxşı. İndi o evlənənlər yəqin qulaq asdılar. İnşallah orta həddi tutarlar.